Əziz oxucular, bugün sizlərə Azərbaycanın milli qəhrəmanı Kərəm Mirzəyev haqqında məlumat vermək istərdim. Kərəm Ərşadoğlu Mirzəyev 1960-cı il may ayının 20-sində Qubadlı rayonunun Xanlıq kəndində anadan olmuşdur. Doğma kəndlərində orta məktəbi bitirdikdən sonra 1978-ci ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutuna daxil olmuşdur. 1983-cü ildə təhsilini başa vuraraq Qubadlıya qayıtmışdır. 1983-1985-ci illərdə Sovet ordusu sıralarında Arxangelsk və Murmansk şəhərlərində tank qoşun hissələrində hərbi xidmətdə olmuşdur. 1990-cı ilə qədər tikinti idarəsində müxtəlif vəzifələrdə çalışmışdır. 1990-cı ildə Qubadlı rayon polis şöbəsində sahə müvəkkili kimi işə başlamışdır. Daxili İşlər Nazirliyi gənc polis zabitini Kaliningrad Ali Hüquq Akademiyasına göndərmişdir. Vətənin başını qara buludlar alanda Kərəm Mirzəyev də əlinə silah alaraq vətənin müdafiəsinə qalxmışdır. 1991-ci ildə polis yoldaşları ilə birlikdə düşmənin Gorus rayonunun Şurnuxu kəndində yerləşən 5 strateji postunu sıradan çıxarmışdır. Lələzar əməliyyatında da Kərəmin böyük xidmətləri olmuşdur. 1992-ci il oktyabrın 1-də Laçın rayonunun Mazutlu kəndində 2 gün davam edən şiddətli döyüş nəticəsində Kərəm döyüş meydanında yoldaşlarını xilas edərkən özü qəhrəmancasına həlak olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 11 may 1993-cü il tarixli 599 saylı fərmanı ilə Mirzəyev Kərəm Ərşadoğluna ölümündən sonra Azərbaycanın milli qəhrəmanı fəxri adı verilmişdir. Ailəli idi. Bir oğlu yadigar qalıb. Qubadlı rayon Xanlıq kəndində dəfn edilmişdir. Xanlıq kənd orta məktəbi qəhrəmanın adını daşıyır. Allah rəhmət eləsin.